Hazırlaşan müəllimlər və 3-cü qrup abituriyentlər. Deməli, biz bu gün Emotion Tədris Mərkəzinin ədəbiyyat test toplusundan Kitab ilə də Qorqud eposu başlığının testlərinin birinci hissəsinə baxacağıq. Deməli, burada birinci suala deyir ki, verilən fikirlərdən neçəsi Basatın Təpəgözü öldürdüyü boya aid edilə bilər? Yəni, aid ola bilər. Bizdən aid olanı istəyir. Badi xanın dilinə heç bir söz verilmir, verilir. Orada Uruz istəyəndə o uşağı, ət topasını istəyəndə ki, deyir, ver bunu oğlum Basatından biri də böyüdüm. Deyir, götür sənin olsun. Yəni, orada bunun dilindən söz verilir. Sonra deyir, 2-də deyir ki, Basat Qapaqqan qocanın verdiyi xəbərdən sonra. Burada Qapaqqan qocanın qarısı verir xəbəri. Yəni, 2 də yanlış fikir olur. Üstə deyir ki, Təpəgözün müdafiə edən üzük qocağı tərəfindən oğurlanır. Belə bir şey ümumiyyətlə baş vermir orada. Ona görə də bu da gedir. Qaldı. 4-ə baxıram. Arzunu olanların biri Təpəgözün əlində ölür. Bəli. Burada Qiyan Səlciq, Basatın qardaşı ölür və Basat da bunun intiqamını almağa gedir. 5-də deyir ki, Qamışlıqda olan uşağın xəbərini Oğuz xanı ilxıçısı gətirir. Bəli. Deyir, bir uşaq var. İnsana bənzəyir, amma heyvanlar kimi qaçır yeriyir. Yəni, bu iki fikir həmin boya aiddir. Ona görə də bizim sualımızın cavabı birincidə olur, B variantı. Sonra baxıram ikinci suala. Deyir, Basatın Təpəgözü öldürdüyü boyla bağlı verilən fikirdən hansı doğrudur? Bizdən doğru fikir istəyir. Atasının ağlamağına dayana bilməyən Basat qardaşı intiqamı üçün Təpəgözü yanına gəlir. Burada atası onun görə ağlamırdı. Bir oğlunu itirmişdi, ikinci oğlunu itirmək istəmirdi. Ona görə Basatın getməyə razı deyildi, ona görə ağlayırdı. A gedir. B-də deyir ki, Qapaqqan qocanın oğlunun azad edilməsinə səbəb olan Basat onu öz dəstəsinə qatır. Basat heç kim dəstəsinə qatıb eləmir, yəni bu da səhv fikirdir. Təpəgözün süd qardaşı olduğunu biləndən sonra Basatın ona rəhmi gəlir, gəlib eləmir, öldürür. Basat Təpəgözə deyir ki, başına gələnlər öz etdikləri nəticələridir. Bunu Təpəgöz deyir, Basat demir. Basatın dilində belə bir söz yoxdur. Basatın qələbə xəbərini atasına Bunlu qoca və Yapaqlı qoca gətirmir. Bəli, Bunlu qoca və Yapaqlı qoca ümumiyyətlə Oğuz elinə bir xəbər gətirirlər. Sırf Basatın atasına xəbəri hər hansısa bir çapar gətirmiş olur. Yəni, ikinci sualın cavabı da olur, doğru fikir olaraq E variantı. Sonra baxıram üçüncü suala. Uruzun dustaq olduğu boyda baş verməyən hadisə. Yəni, bu olmayıb. Uruzun düşmənlərin dəstək olması olub. Qazan xanın oğlunun səhvinə görə cəzalandırmaq istəmək. Bəli, deyir, 6 yerə bölüb, 6 yol ayrıcına qoyacam ki, hamı bilsin ki, arxada yoldaş qoymaq olmaz. B-də getdi. Atasının namusuna görə Uruzun asılmağa gətirilməsi. Hə, yəni bunlar olur. A, B olur. Atasının namusuna görə yox, bu Salur Qazanın evinin yağmalanması boyundadır. Yəni, Uruzun dustaq olduğu boyda belə bir şey baş vermədiyi üçün sualımızın cavabı C-dir. D-də deyir ki, Düyər adlı Oğuz igidinin Qazan xana köməyə gəlməsi, bəli. 1000 nəfərin başçısı Düyər gəlir. Burla xatunun Qazan xandan istəyi, bəli, deyir ki, oğlumu gətir. Təbii ki, bu da baş verdiyi üçün cavab E-də deyil, C variantıdır. Salur Qazanın evinin yağmalandığı boyda bu hadisələrdən biri baş vermir. Yəni, olmayan bir şey istəyir bizdən. Deyir, aşağı təbəqədən olan şəxsə müxtəlif vəzifələrin təklif edilməsi. Bəli, burada söhbət qarda çobandan gedir. Çobana kafirlər bəylik təklif edirlər. Çobana Qazan xan Əmiraxur vəzifəsi təklif edir və sonunda da ilxıların başçısı kimi təyin edir onu. Qazanda heyfi qaldığını zənn edən düşmən obrazının heyfini alması. Bu olmur. Çünki 2 dəfə heyf almağa cəhd edirlər. Bir dəfə Burla xatda şərab paylatmaq istəyirlər. Bir dəfə də qoyunları almaq istəyirlər. Amma heç biri baş vermir. Yəni, bu reallaşmır. Cavabımız elə B variantı olur. C-də deyir ki, Uruzun anasına qarşı sərt cavab verməsi. Bəli, deyir, ana haqqı, tanrı haqqı olmasaydı, səni tasından tutub sürüyərdim. D-də deyir ki, intiqam almaq üçün düşmən üstünə getməyin təklif edilməsi. Bəli, burada çoban deyir ki, sən qardaşlarının, sən yurdunu xilas elə, mən qardaşlarımın intiqamını alım. Düşmənin atı ilə çobanın keçisinin müqayisə edilməsi. Bəli, keçimcə görünməz mənə çobanın dilindən
döyüş səhnəsində verilmiş bir hissədir. Bu var. Deyir. Salur Qazanevinin yağmalanması boyuna aid fikri. Doğru fikir axtarırıq. Şöşü Məydən intiqam almaq üçün Qazan onun vailəsini əsir götürmür. Burla Xatun tanınmaması üçün qadınlardan biri tədbir görür. Burla Xatun özü tədbir görür. Qazan xan xəbərləşdirilən heç birindən xəbər ala bilmir. Çobandan xəbər alır. Uruz kafirdən onu öldürməmələri üçün aman istəyir. Kafirlər aman verir. Öldürməmələri üçün yox, ağızla danışmaq üçün aman istəyir. isə doğru fikrimiz olur. 3 düşmən obrazının Şöşlü Məliyi Qazan xan öldürür. Buğacıq Məliyi Dəli Budaq öldürür. Qaratüşən Məliyi Dəli Dondaz öldürür. Yəni bu var. Yəni cavabımız E variantıdır, doğru fikir. 6-da Basatın Təpəgözü öldürdüyü boyla bağlı uyğunsuzluğu müəyyən edin. Təpəgözün barmağına üzüyü taxır anası, düzdür. Qarajinə döyüşdə əzir Təpəgöz, düzdür. İntiqam üçün Təpəgözlə qarşılaşır Basat, düzdür. Basatın insanlar içində yaşamağa səbəbi o da Qorqud, bu da düzdür. Ona deyir ki, sən insansan, insanlarla yaşa, adını da Basat qoyuram. Amma Şöşlü Məlik Oğuz elini 7 dəfə qovmayıb yerindən. Ona görə də cavab E variantıdır. 7-ci sualda deyir ki, Basatın Təpəgözü öldürdüyü boyla bağlı hansı səbəb-nəticə əlaqəsi düzgün deyil? Oğuzlar düşmən hücumuna məruz qalır, Aruzun oğlu da düşüb qalır. Bəli. Təpəgözün pəri anası barmağına bir üzük keçirir. Təpəgöz ox batmaz, qılınc kəsməz olur. Bu doğru fikirdir. Dədə Qorqud Təpəgözlə danışıq aparır. Gündə 500 qoyun 2 adama razılaşırlar. Doğru fikirdir. Basat qarıya bir əsir verir. Qapaqdan kişinin oğlanlar xilas olur. Oğuz bəylərə Təpəgözlə vuruşmaq istədiyini söyləyir. Qazan xanın yolunu təkinləməyə çalışır. Deməli, burada E də səbəb-nəticə əlaqəsidir. D variantı niyə səhvdir? Oğlanları yox, oğlu xilas olur. Bir oğlu qalmışdı onsuz arvadın, birini vermişdilər. Cavabımız da olur 7-ci sualda D variantı. Baxıram 8-ci suala. Salur Qazanın evinin yağmalandığı boya aid doğru fikri. İgidlərin Gürcüstan sərhədinə ova gedəcəkləri Qazanın dilindən verilir. Burada düşmən casusu gəlir. Kafirin casusu gedib Təkirə xəbər verir ki, onlar da Oğuz elinə hücum edirlər. Uruzun yoldaşları yurdu qoruyarkən şəhid olurlar. Çoban kafirin nizəsi ilə öz dəyənəni müqayisə edir. Bəli, burada cavabımız D variantıdır. Deməli, indi E variantında deyir ki, qarda çobanın yanına gələndə Şöşlü Məlik ona bəylik təklif edir. Məlik yox, kafirlərdən biri təklif edir. Uruzun yoldaşları şəhid olmurlar. Sarı salma şəhid olur. Hə, deməli, C buna görə səhvdir. B-də Təkürə yox, Şöşlü Məliyə xəbər verirlər. B ona görə səhvdir. A niyə səhv idi? Qazan dilindən verilmir. Orada kim deyir? Aruz Qoza deyir ki, ağam Qazan, sası dinli Gürcüstan sərhədinə gedirsən, yurdun üstündə kimi qoyursan. Yəni bu Aruz Qozanın dilindən verilir. A da ona görə səhv olmuş olur. Cavabımız da D olmuş olur. Sonra baxaq indi 9-cu suala. 9-da bizdən nə istəyir? Uruzun dustaq olduğu boy ilə bağlı uyğunluqları müəyyən edin. Yəni doğrunun altından doğrunu seçirsən, yanlışın altından yanlış seçirsən. Şöşlü Məlik Məliyin casusu Qazanın ova çıxmasını gəlib ona xəbər verir. Bəli, Şöşlü Məliyin casusu gəlir ona xəbər verir. Bir dəqiqə. Qazan xanın köməyə gələn kim olduğunu tanımır. Hə, burada Şöşlü Məliyin deməli bu Salur Qazana aid. Salur Qazanın evinin yağmalanması boyuna aiddir. 2 Uruzun dustaq olduğu boya aiddir. Bizdən sualın şərtində Uruzun dustaq olduğu boya aid fikirlər istəyir. Yanlışdır. Qazan düşməni üzərinə gəlişini dənizə bənzədirdi. Doğru. Dəniz kimi yığılıb gələn deyir, kafirin qoşunudur. Bir dəqiqə. Hələ düzdür də, 3 yanlışdır da. Doğrudur da, yanlışın altında doğrunun nə işi var? Qazanın 2 getdim, bir gəlirəm ifadəsi Uruzun əsir düşməyini təsdiq edirdi. Bunu Burla Xatun demişdi ki, 2 getdim, bir gəlirsən. Qazan deməmişdi. 2 ilə 4-dür bizim cavabımız. A variantı.
Burada biraz qarşılıq oldu. Sualın şərtində Uruzun dustaq olduğu boya aid istəyir. Biz ancaq bu boya aid fikirlərə baxmalıyıq. Baxıram 10-cu suala. Bizdən 10-cu sualda nə istəyir? Deyir ki, Sarı Qazan evinin yağmalandığı boya aid doğru fikirlər müəyyən edin. Dədə Qorqud boyda obraz kimi iştirak eləmir. Eləyir. Boyun razvyaskasında Alperen qardaş şəhid olur. Xeyr. Hadisə qızışdığı yerdə Zavyaskada şəhid olur. Kafir çobana Şöklü müəllim bəylik təklifini gətirmişdi. Xeyr. Qoyuna aparmağa gəlmişdilər. Çoban müqavimət göstərdiyi üçün bəylik təklif edirlər. Dərdli başım sağ olduqda sənə yaxşılıqlar edim. Bu fikri Qazan qardaş çobana söyləmir. Bəli, söyləmir. Dilemma qarşısında qalan obrazlardan biri düşmən əks qütbə keçmə təklifini qəbul etmir. Bu da çobana aiddir. 4 ilə 5 bizim cavabımızdır. Cavabımız olur burada C variantı 10-cu sualda. Sonra baxalım 11-ci suala. Uruzun dustaq olduğu boya əsasən yanlış fikirlər. Boyun əsas ideyası valideyn üzünə ağ olmaq lazımdır fikridir. Qazan xanın oğlu ilə bağlı qəti qərarı var idi. Sonra üstə deyir ki, Uruzun əsir düşmə səbəbi atın oxlanması idi. Uruzun kafirdən aman istəməsi şəxsi həyatını müdafiəsi üçün idi. Qazan xan boyda yalnız Şöklü Məliyi öldürür. Deməli, burada bax geridən qaydaq 5 yanlışdır çünki bir xeyli kafir qırır. Uruzun dusta aman istəməyə şəxsi həyatını müdafiəsi üçün yox, atasından danışmaq istəyirdi. Atı oxlandığı üçün şəhid olur, 3 düzdür. 2-də deyir ki, Qazan xan oğluna bağlı qərarı qəti idi. Əgər deyir ki, o qaçıbsa, 6 yerə parçaladım, qəti idi. Boyun əsas ideyası valideynin üzünə ağ olmaq deyil. Ümumiyyətlə, heç bir boyunda belə bir ideya yoxdur. Burada yenə vətənin müdafiəsi, Oğuz igidlərinin vətənə bağlılığı kimi məsələlərdir. 1 oldu bizim cavabımız deməli. 4 oldu və 5 oldu. Yəni cavabımız oldu 11-ci sualda C variantı. 12-ci sualda Uruzun dustaq olduğu boy Basatın Təpəgözü öldürdüyü boy. Nəzm parçalarına istifadə olunmuşdur. Hər ikisində istifadə olunub da. Bir dəqiqə bizdən nə istəyirdi? Uyğun olan fikir istəyir. Doğru fikirlə axtarırıq. Deməli, nəzm parçalarına istifadə olunmuşdur. Bəli. Amma hər ikisində olunmuşdur. Doğru fikir say istəyir bizdən, eləmi? Bir dəqiqə sualın şərtini tam oxumamış. Uyğun olan fikri seçin. Birin yeri səhvdir də. Sonra obrazlardan biri əks tərəfin əlinə düşür. Uruzun dustaq olduğu boyda əks tərəfin əlinə düşməyinə. Amma Basatın Təpəgözü öldürdüyü boyda da məsələn, buludlu qoca ilə yapaqlı qoca əks tərəfin əlinə düşmüşdü də. Yəni, işləyirdilər orada. 2 də səhvdir. Yəni, 2-ni də səhv götürürəm mən. Bayandır xan obraz kimi iştirak eləyir. Hər ikisində yox. Bu yeri səhvdir yenə. Düşmən tərəfindən Oğuzların sıxışdırılması təsvir olunur. Uruzun dustaq olduğu boyda Oğuzlar sıxışdırılırmı ki? Düşmənə qalib gələn obraz iştirak eləyir hər ikisində. Qazan xanın dayısı da bu boyda iştirak eləyir hər ikisində. Düşmən tərəfindən Oğuzların sıxışdırılması. Basatın Təpəgözü öldürdüyü boyda var. Uruzun dustaq olduğu boyda da bunlar ovda olanda üstləri hücum edirlər də. Yəni 4-cüdə, 400-cü də. Cavab D variantı olacaq 12-ci sualda. Sonra baxıram 13-cü suala. Kitab Dədə Qorqud eposu ilə epos haqqında verilən fikirlərdən hansı doğrudur? Eposdakı obrazlar ümumiləşdirilmişdir. Fərdiliklə seçilən obraz yoxdur. Var. Qazan məsələn fərdi xüsusiyyətləri var. Dastanda qoyulan problemlər yalnız həmin dövrü yox, bütün dövrləri əhatə edir. Sonra epos uzun müddət şifahi şəkildə yaşadılsa da yazıya alınmayıb, alınıb. Eposdakı müxtəlif boylarda olan boy daxili məzmun və ideya onun dastanın ümumi məzmun ideyasını fərqləndirmir. Xalqın müdafiəsi Oğuz igidlərinin qarşısında duran ən mühüm vəzifə hesab olunurdu. Bəli, 13-cü sualın cavabı olur E variantı. Sonra baxırıq 14-cü suala.
Salqazan evinin yağmaması boyunda baş verməyən hadisə, Uruzun düşməndən əsir düşməyi var, Oğuz itlərin köməyə gəlməyi var, Uruzun Mənəvdərlərə üstünlük verməyi var, Qazanın çobana qarşı müharibəsi var, Təkürün Qazandan istədiyi heyfi alması bu baş tutmayan bir şey olduğu üçün E variantı. İstəyi var idi, amma baş tutmurdu. Basatın Təpəgözü öldürdüyü boyda qarının Basata verdiyi xəbərlərə daxil deyil. Burada A düzdür, bunu verir. B'də də bu xəbəri verir, D'də də bu xəbəri verir. Qiyan Səlciyin Təpəgözü məğlub eləməyi yox, Təpəgöz Qiyan Səlciyi öldürür. Yəni əksi məlumat verilib. E də düzgün fikirdir. Uruzun dustaq olduğu boyda bizdən tamamlayan fikirlər istəyir. Qazan düşmənə əsir düşür. Bax, düşmənə əsir düşmür Qazan. Klasterin içərisində yanlış fikir verilib. Yəni sən də bu klasteri yanlış fikirlərlə tamamlamalısan. Qadaxan oğlun gələcəyini naxıl keçirir, bəli, baxıq ağlayır. Bu doğru fikirdir. Amma sən buralara yazmalısan yanlış fikri. Niyə? Çünki nümunədə, sual nümunəsində yanlış fikir verilib. Demək, bu da getdi, bir getdi. Burla xatun oğlunu xilas etməyə tək başına getmir orada. Yanına 40-cı belli qızı, yanına dəstə alır aparır. Qazanın gəlişindən kafirlər təlaşa düşürlər və onu geri qaytarmaq üçün Uruzdan istifadə edirlər. Geri qaytarmaq üçün istifadə eləmirlər Uruzdan. Qazan xanın Uruzdan başqa övladının da olduğu aydınlaşır. O necə aydınlaşır? Gələrək Qazanın qızını mərdliyi ilə alan kimdir? Qarabudaq. Yəni qızı var da Qazanın. Deməli, bu söz deyilibsə qızı var Qazanın. Bu doğru fikir olur. Cavabımız da olur. 2 və 3. 16-cı sualda cavab D variantı olmuş olur. Sonra baxıram 17-ci suala Uruzun dustaq olduğu boy. Yenə bizdən uyğun olan fikir istəyir. Basatın Təpəgözü öldürdüyü boy. Övladına görə narahatlıq keçirən ata. Hər ikisində var. Deməli, sonra bu deməli 17-ci sual idi. Hə. Ata obrazı var, hər ikisində var. Qazan xan düşmənlə mübarizənin sonunda düşməni öldürür. Basatda yoxdur. Uruzun dustaq olduğu boyda var. Dədə Qorqud deyişlərdən birinə ad verir. Hər ikisində var, yox. Bu ancaq Basatın Təpəgözü öldürdüyü boyda var. Oğuz elinin başçısı döyüşdə iştirak eləmir. Başçı Bayandır xan heç bir döyüşdə iştirak eləmir. Hər ikisində var. Obrazlardan birinə qarşı inamsızlıq özünü göstərir. Bu hər ikisində var da. Uruzun dustaq olduğu boyda Uruza qarşı, Basatın Təpəgözü öldürdüyü boyda Basata qarşı var. Sonra hadisələrin əsas iştirakçısı Oğuz elinin sərkərdəsi olan Qazan deyildi. Bu ancaq Basatın Təpəgözü öldürdüyü boyda ola bilər. Qalan boylarda Qazan xan gözümüzün qabağındadır. 17-ci sualın cavabı A variantı oldu. 18-də deyir ki, Salur Qazanın evinin yağmalandığı boya əsasən cədvəldən uyğunluqları müəyyən edin. Qazan xan çobanı özü ilə aparmağı qüruruna sığışdırmır. Tamamilə doğrudur. Deyəcəklər ki, çoban olmasaydı aparmayacaqdı. Burla xatun kafir bayrağını qılınclamır. Bu boyda Qaragünəh qılınclayır kafir bayrağını. Qoy bura yazaq. Deməli, bu boyda qılınclayan Qaragünəh idi. Burla xatunun qılıncladığı boy, o biri boy oğlunun əsir düşdüyü boy idi. Obrazlardan birinə 2 müxtəlif təklif edilir. Bu çobandır. 2 müxtəlif təklif edilir çobana. Bəylik və əmraxurluq. Boyda ilk qara qayğılı yuxunu çoban görür, xeyr. Qazan görür, xeyr. Çoban görür. Yanlışın altından yanlış. 18C oldu. 19-da Basatın Təpəgözü öldürdüyü boyda hansı hadisə Təpəgözün Basatı günbəzə göndərməyindən sonra baş verir? Günbəz 7 yerdən, Basat la ilahə illallah Muhammed Rasulullah deyir. Günbəz 7 yerdən yarılır. Bundan sonra baş verən Basatın mağaraya getməsi hadisəsidir. Qalan hamısı ondan əvvəl oldu. 19-cu sualın cavabı E oldu. Bu hissənin son sualı 20-ci sualda deyir ki, Salur Qazanın evinin yağmalandığı boya əsasən hadisənin ardıcıllığını müəyyən edin. Qazanın düşmən üzərinə getməyi, Burla xatun tədbir görməyi, Qara çoban Qazana xəbər verməyi, Qazanın anasını istəməyi, Uruzun kafirinə aman istəməyi. Deməli, birinci bu Qazana xəbər verir. Bu Qazana xəbər verəndə Qazan durur gedir düşmənin üzərinə, ondan sonra Burla xatun tədbir görür. Sonra Uruz kafirdən aman istəyir, sonra Qazanın anasını kafirdən istəyir. 3, 1, 2, 5,
4 olur. Cavabımız da A variantı olmuş olur. Belə, birinci hissəmizin izahı bu qədər. Sağ olun.